Ver ora. Baho, hoş gördük. Ne var, ne yok? Sağ olun. Ha, hayır ola. Verdir inşallah. Al, möhkem yerliksin. Arxayın ol. Yaxşı. Bəs bunun hesabı necə olacaq? Şartlaştığımız gibi. Ha? Çay sizin? Çay içelim. Ha? Yaxşı. Özü de geçeni sizde kalacak. O bir gün gider. Elə niyə? Keyfi sazela. Bir xeyir hakkı sav var. Gene gözüyle danışalım. Qorxuludur, elə şərtimiz olmayıb. Korkan göze çok düşer. Allah saklayana hiç ne olmaz. Dayı, Ha? Ha. bir başka kazbek ver. Bu saat bana. 30 kilo Hala bana. kent, Bu bir paşka kazbek. 15 Bu da kilo senin 70 halva, qəpik. Çok sağ ol. Öyle 150 adam. başka kazbek. Necedir senin için? Olmaz gece kalmasın. İstemiyorsan, ha? Yaxşı. Ne haqda aparacaqlar? Bak, mesele böyle. uşaqlar! Fərruq gəldi! İşlər tapışdılar! Alex! Hoş geldin, necəsən? Aferin! Salam Fərruq! Salam! Hoş gördük, hoş gördük! Dərslər necədir? Lap yaxşı, amma biraz darıxırdı. Narıya düşün! Fərruq! Sarışına sabahları bunu Nariyada göndərərsin özdə mənim əvəzimə. Fərruq, Grozny necədir? Danış görək. Oo, Antiqa, medal aldı. Grozny! Nəyə görə medal aldı Fərruq? Komandaları əla yerinə yetirdiyinə görə. Afərin Grozny! Qulaq asın uşaqlar! Kim tez fermaya qaçıb hicrana xəbər versə, yəqin ki uduzmaz. Sən göz ikimisən, Marozov. O sizi qabaqlayıb. Salam uşaqlar. Salam! Hara gez. Bizim uşaqlar xoşuna gələcək. Ha, tanış olun uşaqlar. Vasili Vlasov, bizdə xidmət edəcək. Alek! Amma biraz darıxırdım. Birən yaxşı qızdır. Sən gedəndən günləri sayır. Alek, deyəsən dostunu görüb hamını yaddan çıxarmısan. Sənə məktub var. Bax, oxu, tez cavab yaz. Bir saatdan sonra boş yola sal. Yaddan çıxarma. Evdəndir? Anamdandır. Yoldaş mayor, Serjant Təsadüf kursu bitirib hərbi xidmətini davam etdirmək üçün gəlmişdir. Tebrik edirəm. Sonra gelərsən. Hicran alıp gelmedi. Akşı sana ne olur özünden çıkmışsan? Senden soruşurum, kız hani? Pardon olacak, kız mektep kurtarır, yoldaşlarıyla bir yana hazırlaşır. Sen gelin benden inanma. Bu yakışıklı sana ne olur? Nece ne olur? Bilen, bu ağlar kurstan kaydıp gelip gene bırakıdır seni diye. Hicranda gözün ol. Vallahi nahir edeysen, Ferruh çok mutlu oğlandı. Suyun lalıkanı, adamın yere bakanı. Bir de kızın böyle şeylere baş koşması hala çok bezdir. Eşi, sen de laf ağıladın. Ay gönder. Ferruh kıza derslerinden kömeği eləyir, burada da var ki. Az danış Arvat, el içinde söz sohbet yedi. Soruşurlar toy haçandı. Kızına tapşır. El içinde benim papağımı yere sokma. Ay şübhesiz sen Allah. Bilirsen ne var Arvat? Kulaklarını aç, yakça eşit gör sana ne diyeceğim. Bir de beni hicranı, o Sercan da görsen. Vay her ikimizin halına. Daha gecdir, akşam işi. Dur gidelim. Bilirsən, səni hara gətirmişəm, ha? Görərsən. Gəl gedək.
Kəndimizi sel basanda 6 yaşım vardı. Məni uşaq evinə apardılar. Sonra da məktəb, zastava. Hər dəfə bura gələndə elə bilirəm möcüzə baş verəcək və hər şey əvvəlki kimi olacaq. Elə bil, heç müharibə olmuyor. Atam da davaya getməyib. Qara kağızını da almamışıq. Bura mənim evimdir. Anam, bax, o uçuq divarın altında qaldı. Bax, burada. Heyvanımız buraydı. O kadar oradan yıkılmışam ki. Bak, bu da bizim təndirimiz. Anam çörək pişirəndə, odunlar çırta-çırtla yanırdı. Oğuc-oğuc qığılcım ətrafa səpələnirdi. Mən də baxıb sevinirdim. Atam, bu ağacın altında oturmağı xoşlar. Bilirsən, bax, belə oturardım. Yox, belə, bax, belə. Yox, Hicran, anam indi də gözümün qabağındadır. Amma atamı xatırlaya bilmirəm. Bircə, alnındakı çapıq yadımdadır. Tərdən məni qucağına alanda, saçlarını qarışdırıb soruşardım. Bura nə olub, ata? O gülümsünüb cavab verərdi ki, şeytan balası cırmaqlıyım. Soruşardım ki, şeytan balası kimdir? Deyərdi ki, şeytan balası sənsən. Buralar mən özünə yaman çəkir Hicran. Hər dəfə bura gələndə tək tənha oturub xoşbaxt uşaqlıq illərimi xatırlayıram. Bugün mən sənə mane oldum. Yox. Mən bugün ilk dəfə olaraq bura səninlə gəlmək istədim. Atan Mayor Nazarovun yanına getmişdi. Zastavaya? Ne üçün? O bizim görüşməyimizə razı deyil. Mayor məni yanına çağırmışdı. Özümü elə tənha hiss elədim ki, o gün Alek anasından məktub alıb. Uşaqlar hamısı evdən məktub alırlar. Bircə məndən başqa. Dur. İndi sən də gedəcəksən evinizə. Bilirsən bu söz nə qədər doğmadır, əzizdir. Mən istəyirəm ki, evimiz olsun. Bizim evimiz. Amma Qəmbərəm buna razı olmaz. Fərrux, dur gedək bizə. Kinolarda olduğu kimi dayanaq atamın qarşısında. Bax beləcə, deyək ki... Yox, sənin atanla bu cür danışmaq olmaz. Bəs necə? Bilmirəm. Akşam vaxtı xeyr ola, ha müdür? Səfərin aradır. Baş kişi, uşaqlara xəbər ver, sürüləri uzaq aparmasınlar. Sabah qırxacaq. Havada bulanır, bu zəhrimar deyəsən, yenə də yağacaq. İnşallah yağmaz. Hey! Amürsel, beri gelin! Hakan Bey, bir gör onlar kimdir? Orada bivaq veylənirlər, hə?